Həkim maşallah Respublika sənin yanında olub. Respublika sənin yanında olub. Elə bayaq bax verdiyim sualı bir davam elətdirək ki, bax havalar dəyişir, eləyir. Çox adam baş yumaqla baş ağrısını qarışdırır bir-birinə. Elə bu barədə açılış olaraq buyurun bildirim. Ümumiyyətlə başını yuyan adamlar baş ağrıyırsa və ya külək dəyəndə baş ağrıyırsa, yuxusuz qalanda, ac qalanda, qadınlarda menstrual sikl önündə ya sonunda baş ağrıyırsa bu miqren ağrısı Anar bəy. Miqren nədir? Miqren odur ki, həmin anda başa gedən damarda sıxılma əmələ gəlir. Gedən qanın və oksigenin miqdarı azalır. Gözlərə baxanda danışamıram, qoy sağa bax. Siz dəyişək bunu, siz durun, üzü pərdiyə tərəf oturursunuz. Valla düz deyirəm, həkim, get tərpədəyim. Gözələ baxın, sən xəbərin var ola, son vaxtda sosial şəbəkələrdə sənin üzü verişindən trenddə olan şey yoxdur. Bilirəm. Aləm qaçsa Firuziyə baxırsan, sən səni göstərməyim. Danış həkimsən. Və təbii ki, o zamanda bu baş ağrıları əmələ gəlib. Bir də baş ağrılarında böyük əksəriyyəti genetik keçmədir. Və çox təəssüflər olsun ki, bu baş ağrıyan zaman görürsən, şiddətli olanda ürək bulanır, qusmaya qədər gəlib çıxır ağrı miqrendə. Və adamlar deyir ki, mən 10, 15, 20 ildir baş ağrısından gəzirəm. O adam gecə-gündüz bal yağ isə heç orada yemir. O adam dünyanın ən xoşbəxt özünü hiss eləsə ən bədbəxt adamdır. Çünki baş ağrısı böyük bir faciədir. İnsan rahat yata bilmir, rahat sevə bilmir, rahat oxuya bilmir, rahat oynaya bilmir. Baş ağrısı dəhşətli bir şeydir. Bunun da müalicəsi Allah bizim əlimizlə dünyada yoxdur. Azərbaycanda Doktor Seyfəddin klinikasında verib ki, biz onu arı ilə, zəli ilə, təbii məlhəmlərlə, Günel xanım da şahiddir. Bizə gələnin 80% baş ağrısından, miqrenindən və zob xəstəliyindən gəlir. Niyə bizdə var, dünyada yoxdur? Biz onda dediyim kimi təbii yollarla, təbii sularla müalicə edirik və insanları baş ağrısından azad edirik. Bu dəqiqədə yenə də gətirib 2 yaşında uşaq ki, doktor, dedilər beyindaxili təzyiqdir, müalicə elətdə xeyr olmadı. Deyirəm ki, ay anası, sizin baş ağrınız var da, deyir, hə, nə bildin? Deyirəm, uşağa da pay verir. Genetik keçib. Genetik keçib. Yəni, bu zaman, vaxt dəyişdikcə indi yazdır da, insanların vitaminsiz vaxtıdır. Deyirsən, yaza keçmişik. Vitaminsiz vaxtıdır. Bu dəqiqə mən insanlara tövsiyə edirəm. Günəş enerjisi alın, vitamin D-niz bol olsun. Çoxlu göyərti yiyin, artıq çıxıb. O makaron verməşə ilə özünüzü öldürməkdən xərçəngə yaxınlaşmaqdan. Siz göyərti yiyin, vitamininiz bol olsun və təbii ki, ən azı orada vitamin, və mineral kompleksi Marsavit qəbul edir. Marsavit də qəbul edir.